Salam əziz tələbələr, İslam tarixi dərsindəyik. Biz keçən dəfə qalmışdıq qiblənin dəyişməsində. Deməli, Peyğəmbərin Mədiniyə hicrətindən bir neçə ay keçməmişdi ki, Yahudilər etiraz eləməyə başladılar və dedikoduları baş qaldırdı ki, bəs müsəlmanlar deyir ki, biz belə müstəqil bir dinik və yaxud da biz keçmiş dinlərdən daha kamil bir dinik. Amma onlar bizim qibləmizə tərəf namaz qılırlar. Onların qibləsi bizim qibləmizdir, yəni Beytül Müqəddəsdir. Və baxmayaraq ki, Peyğəmbər də 13 il Məkkədə olanda üzü Beytül Müqəddəsə tərəf dururdu. Amma burada artıq Peyğəmbər üçün sanki bir Allahdan bir ilahi göstəriş umurdu ki, qiblə dəyişilsin. Bir dənə müəllimimdən bir şey eşitmişdim o tələbəçilik vaxtlarda. Düzün desəm tarixdə rast gəlməmişəm. Amma belə inandığım müəllimdir. Elə bilirəm ki, düz deyirdi. O deyirdi ki, Peyğəmbər baxmayaraq ki, indi qiblə dəyişiləcək də hicrətin 2-ci ilidir. Yəni 13 il oradan, 2 ildə buradan, 1 ildə buradan, 14-15 ildən sonra. Amma deyirlər Peyğəmbər namaz qılanda Kəbədə elə istiqamətdə dururdu ki, həm Kəbəyə tərəf olurdu, həm də Beytül Müqəddəsə tərəf. Deyir Peyğəmbər həmişə namazlarını belə qılırdı. Bu da müəllimimdən eşitdiyim bir məsələdir. Elə belə dedim, xatirinizdə olsun. Ona görə də Peyğəmbər çox nigaran idi və istəyirdi ki, qiblə dəyişilsin. Çünki Yahudilər artıq başa düşürdülər ki, İslam müsəlmanlar genişlənəcək və onlar belə deyək də artıq nüfuzları artacaq. Ona görə də müxtəlif dedikodularla o dini, müsəlmanlığı aşağılamaq istəyirdilər. Və onlardan da biri budur ki, hani siz deyirdiniz ki, bizim dinimiz belə müstəqildir, biz daha kamil bir din gətirmişik, amma siz əvvəlki dinlərin qibləsinə tərəf durursunuz. Ona görə də ayə nazil oldu. Allah Müteala buyurdu ki, biz sənin üzünü göyə tərəf çevirdiyini görürük. Ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcək. Bu alim deyir ki, Peyğəmbər hər axşam çıxırdı, göylərə tərəf baxırdı və Allahdan bir vəhy gözləyirdi. Amma bir nəfərin də belə fikirləşdiyini eşitmişəm ki, o deyir ki, əslində göylərə tərəf baxırdı, yəni belə çıxıb səmaya, göyə baxırdı, yox. Ümumiyyətlə Allahdan bir gözləntisi var idi. Hər halda. Peyğəmbər gözləyirdi, Allahdan gözləyirdi ki, qiblə dəyişilsin. Və maraqlı məsələlərdən biri budur ki, qiblənin dəyişilməsini Allah Müteala həm də möminlərin imtahan olunması, sınağa çəkilməsi kimi qeyd edir. Ayəyə baxa. Buyurur ki, indi yönəldiyin qibləni, yəni Kəbəni, yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənlərin biri-birindən ayırt etmək üçün təyin etdik. Bu, yəni qibləni dəyişmək ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildi. Görün nə qədər, görürsünüz əvvəla Allah, necə bir dəfə deyirik, Peyğəmbərə Həzrət Əliyə Peyğəmbər sallallahu buyurdu ki, ey Əli, sənin vasitənlə yaxşılar pislərdən seçiləcəklər, möminlərlə münafiqlər bir-birindən seçiləcək. Yəni bu dində bu ələmə söhbəti var. Ümumiyyətlə insanlara çatdırılmaq istəyir ki, din, müsəlmanlıq, İslam təslim sözündəndir. Yəni gərək təslim olasan. Başa düşsən də, düşməsən də. Elə şeylər var, başa düşəcəksən, elə şeylər var, başa düşməsən də, ilahi höccəti tapdınsa, gərək təslim olasan. Bilirsən bu nə deməkdir? Sən bəzi şeyləri başa düşmürsənsə, sənin amma təslimiyyətin bilirsən nə deməkdir? Sənin təslimiyyətin bu deməkdir ki, mən mütiyəm, mən təsliməm, mən müsəlmanam, mən bu kişinin ilahi höccətin Allahın nümayəndəsi olduğuna inanıram. Onun ağlı mənim ağlımdan çoxdur. O bir şeylər bilir ki, mən bilmirəm. Bax, bu təvazökarlığı insan etməlidir. İndi siz təsəvvür eləyin.
Peyğəmbər gəlir, həmişə belə durub namaz qılırlar. Məsələn, siz özünüzdə fikirləşin. Bəlkə də sizin üçün sadə gələr, əzizlər. Amma ümumiyyətlə insan belədir. İnsan belədir ki, öyrəşdiyi bir şey onun əlindən almaq olmur. Ay balam, dünənə qədər belə idi, indi deyirlər belə yox da, belədir. Bir şeyə ki, hətta informasiya ki, insan bir şeyə ki, öyrəşdi, onun əlindən almaq olmur. Və bu böyük bir problem yaradır. Yadınızda qalsın ki, indi tarix boyunca mən bu şeylərin hamısını sizə göstərəcəm. Dərsinizdə olduğu qədəricə. Din həm də gəlir insanları öz düşüncələrinin, təbiətlərinə uyğun, dünyaya uyğun, maddiliyə uyğun, təbiətlərin fövqünə çıxarmağa. Onlardan biri budur ki, məsələn, Peyğəmbər bir dənə də böyük bir mübarizəsi var. İndi bunu keçəcəyik. Zeyd adında Peyğəmbərin bir oğulluğu var, öz oğlu deyil, oğulluğudur. Oğulluğu xanımını boşayandan sonra Allah əmr eləyir ki, o xanımı al. Bu ərəblərin içində çox pis bir şey idi. Çünki oğulluğunun xanımı sanki bir qeyrət cəhətindən, nə bilim, mentalitet falan cəhətindən xoşlarına gəlmirdi. Ərəblər bunu eləmirdi. Bu isə fəsada səbəb olur. Fəsad bu cəhətdən ki, yəni onunla evlənə bilərdi ata. Amma qalırdı ki, yox, cəmiyyət buna pis baxar. Allah isə yeni cəmiyyət düzəltmək istəyirdi. Həqiqətə söykənən cəmiyyət düzəltmək istəyirdi. Allah istədi ki, bu stereotipi sındırsın. Peyğəmbərdən başqa kim eləsəydi, yaxşı olmayacaqdı. Allah neynədi? Dedi ki, Peyğəmbər sən al, çünki bunların sənə qarşı etimadı var. Bu stereotip sınsın. Peyğəmbər də o xanımı aldı. Xanımı aldı və ərəblər başa düşdülər ki, burada problem yox. Peyğəmbər dedi ki, öz oğlunuzun xanımını ala bilməzsiniz boşasalar. Amma oğulluğunuz sizin həqiqi oğlunuz deyil axı. Bir kəs ki, elə belə oğulluğa götürmüsünüz. Onun yoldaşı ilə ailə qura bilərsiniz. Bizim Peyğəmbər bu şeylərdən cəmaatı qurtarmaq üçün bu yollara əl atırdı. İndi hələ sonra keçəcək ki, Peyğəmbər orada nə qədər narahat idi və s. və elə axır. Çox şeyləri Peyğəmbər özü üçün eləmirdi. Məsələn, Peyğəmbərin 15-ə yaxın xanımı olub, nəuzubillah, estağfurullah. Elə biliblər ki, Peyğəmbər şəhvətə meyilli adamdır, qadınlara meyilli adamdır. Belə deyil idi, stereotipləri sındırmaq istəyirdi müəyyən yerə qədər və yaxud da problemdə olanları həm də öyrətmək istəyirdi ki, mən Peyğəmbərəm, bütün dediklərimi qəbul etməlisiniz, başa düşməlisiniz. Ümumiyyətlə, Allaha təslim olmalısınız. Allahın höccətinə təslim olmalısınız. Deməlisiniz ki, əgər o deyirsə, deməli bir şeyi düz bilir. Düz deyir. Bunun dediyinə belə təslim olmalısınız. Hərçənd başa düşməsəz də. Elə şey var ki, başa düşməyəcəksiniz. Yaxşı. Deməli, nə baş verdi? Qiblənin dəyişilməsində də adamlar, ümumiyyətlə, tarixdə bu çox yerlərdə baş verib. Məsələn, o birini də deyim, sonra qibləyə gələcəm. Biri də buradaydı ki, Peyğəmbər salavatullah deməli Məkkəyə tərəf gedir. Məkkəni deyir ki, gedib Məkkəni bir ilk dəfə olaraq gedirlər Məkkəyə tərəf oranı ümrə ziyarət etməyə. Hamı oruç tutub, Peyğəmbər də oruç tutmuşdu, amma müsafirət həddi var ki, onu çıxandan sonra Peyğəmbər orucunu açdı. Niyə? Çünki şəriət bizə deyir ki, oruclu qalmaq olmaz. Müsafirətə çıxandan sonra orucu açmaq lazımdır. Bəziləri deyir ki, biz açmırıq. Niyə? Çünki biz bacararıq. Peyğəmbər onlara yaxşı sözlər dedi ki, mən sizin Peyğəmbərinizəm. Mən açıramsa, siz də açmalısınız. Bu Allahın şəriətidir. Bu gücüm çatdı sözləri deyil. Ümumiyyətlə elə şeylər var ki, bizim gücümüz çata bilər, amma Allah nə deyirsə olmalıdır. Bəzi adamlar görürsən, oruçdur, xəstələnə bilərlər. Deyir ki, yox, mən tutacam. Abala, sənə Allah icazə vermir. Bilirsiniz də, belə vaxtlarda əksinə günahdır. Bəzən qüsul almaq, insana ziyanlı olsa qüsul ala bilməz. Bəzən oruç tutmaq insana ziyanlı olsa oruç tuta bilməz. Və bunun kimi şeylər çox. Allah necə istəyirsə, sən o cür olmaz. Vasvasalıq eləyən adamlar var, ha. Əslində niyə vasvasalıq eləyir? Məsələn, paltarım nəcisi oldu, dəstəmazı yaxşı almadı. Siz görməmisiniz, mən çox görmüşəm. Bəlkə siz də görmüsünüz, bəlkə içinizdə də var. Bu vasvasalıq eləyən adam daha yaxşı, dəqiq olsun deyə eləyir. Allah ona deyir ki, belə dəqiqlik lazım deyil. Bu vasvasalıq, bu xəstəlikdir. Əksinə bununla məni narazı sarsan. O deyir ki, yox, mən bunu belə. Ay balam, mən sənə deməmişəm bunu. Paçlam. Mən deyirəm ki, vasvasalıq eləmə. Mən qəbul eləyirəm, eləmə. Təsəvvür edirsiniz. İndi bunlar dünənə qədər Beytül-Müqəddəsə tərəf durublar. Yəni, insan belə qəliz varlıqdır ki, bəzən qəlizliyi tutur da insan. İnsan bir şeydən yapışdısa, ondan əl çəkmək istəmir. Axı, bunu sənə elə biz demişdik. İndi də deyirik, belə elə.
Beytül Müqəddəs görürsünüz Quran ayəsi deyə özümdən demirəm ki. Ayəni bir də oxuyum sizə. Ayə deyir ki, ya Rəsulum, indi yönəldiyin qibləni yalnız Peyğəmbərə tabi olanlarla ondan üz çevirənləri bir-birindən ayırt etmək üçün təyin elədik. Deməli, o kəslər ki, görəcək səni rahatlıqla üzlərini Kəbəyə döndərmədilər. Və bu adamları tanımağın üçün eləyirəm. Bu adamlar əvvəllər bu birisi tərəfə durublar. İndi Peyğəmbər deyir ki, biz indən sonra belə yox, bu tərəfə duracaq. Kəbəyə tərəf duracaq. Beytül Müqəddəsə tərəf yox, bu tərəfə. Bəzi adamlar üçün bu çətindir. Niyə? Çünki biz müqəddəslik, biz axı belə... Ay qardaş, onu sənə Peyğəmbər demişdi də. Onu Allah əmr eləmişdi də. İndi həmən Allah, həmən Peyğəmbər bu tərəfə döndərir. Nə üçün çətinlik çəkirsən? Nə baş verir? Niyə axı o qədər möhkəm öyrəşirsən ora? Bu bir. İkinci, bəs Peyğəmbərin sözü, lap nə qədər də öyrəşmirsən, insanlığından dolayı yapışmısan oradan. Peyğəmbərin sözü səni qane etmir. İslam sanki bizə öyrədir ki, biz bu şeyləri məşq eləyək, ağla tabi olmağı məşq eləyək. Bəzən biz filan şeyi belə eləyirik. Məsələn, mənim yanıma bəziləri gəlirlər ki, mən boşanmaq istəyirəm. Xanımdır, gəlib ki, mən boşanmaq istəyirəm. Mən deyirəm ki, niyə? Məsələn, ad deyir, filan səbəblərdən. Deyirəm ki, düz deyirsən də, amma boşanmağın daha böyük problem olacaq. Ondansa səbr eləsən yaxşıdır. Hələ qoy görək necə olur da. Yəni, başa düşür, nə deyirəm başa düşür. Amma öz fikrindən dönmək istəmir. Hisslərindən dönmək istəmir. Mən deyirəm ki, insan haqqa tabi olmalıdır. Haqq nədir? Ağıl deyən. Ağıl bir şeyi dedisə, artıq sən ona tabi olmazsın. Bax, bunlar da belə. Ağıl nə deyir? Ağıl deyir ki, Peyğəmbərə tabi ol, o düz deyir. İndi sən niyə yapışmısan ki, qiblə belə yox, belədir? Sənə deyirlər, orucunu aç, orucunu aç. Sənə deyirlər ki, filan işi belə etmə. Yəni, insan gərək bu şeylərdə diqqətli olsun. Hər yaxşı işi görmək, elə yaxşı olmaq demək deyil ki, yaxşı olmaq təslim olmaqdır. Yaxşı olmaq müti olmaqdır. Haqqın qarşısında. Haqq nədirsə ona. İndi haqq bir dəfə şəxslər olur, bir dəfə özünün başa düşdüyün olur. Başa düşürsən ki, bu adamın qarşısında səhv eləmişəm, get üzr istə. Başa düşürsən ki, belə eləyə bilmərəm, onu etmə. Başa düşürsən ki, Peyğəmbərə itaət eləmək qeydsiz, şərtsiz lazımdır, Peyğəmbərə itaət elə. Görürsün, Peyğəmbər Allah mütəala deyir ki, mən qibləni dəyişməyinə həm də sənin xəbərin olsun. Görəcəksən ki, kimlər nataraz insanlardılar. Kimlər narahat insandılar. Bunların hamısını görəcəksən. Ondan sonra Allah mütəala nə deyir? Deyir ki, bu qiblənin dəyişmə məsələsi ağır görünsə də bəzilərinə, ancaq Allaha doğru yönəldiyi şəxslər, Allahın doğru yola yönəltdiyi şəxslər, yəni qəlbləri nuranı olan şəxslər üçün heç bir ağırlığı yoxdur. Quran ayəsidir bu. Yəni bir insan nurani insandırsa, o daim Allahın gözləntisində. İlahi, bilirsiniz, Allah insanın ruhunu belə bloklanmadan, stereotiplərdən dağıtmaq istəyir. Dinin özəlliyi bundadır. Din bir dəfə deyir belə, bir dəfə deyir elə, bir dəfə deyir belə. Sənə tamam mütə eləyir. Mütə adam budur ki, nəyəsə bağlılığı yoxdur. Hansısa bir şeylər onu bağlamır. Bağlılığı ancaq haqqadır. Elastikdir. Bir gün belə desələr, belə eləyər. Sabah vəzifəsi belə olar, belə. Bu gün müəllimdir, sabahlarım şagird olar. Birisi gün ayaqqabı cütləyər, ta birisi gün filan işi görər. Fərqi yoxdur. Peyğəmbər özü bax belə adam idi. Allah nə deyirdisə onu eləyirdi. Bir gün döyüşürdü, bir gün xütbə eləyirdi, bir gün nə bilim, bunların hamısını bizə göstərir ki, yəni qəlizlik eləmək olmaz, ümumiyyətlə mütü olmaq lazımdır. Axır budur ki, Peyğəmbər qibləni dəyişir, Kəbəyə tərəf dönürlər və bununla da Yahudilərin həmin o dedikodusundan Peyğəmbər və müsəlmanlar rahatlayırlar. Bəziləri bundan sonra da oldu. Ümumiyyətlə Peyğəmbər bir çox belə şeylər eləmişdi. Məsələn, orucluq, hələ Ramazan ayında oruc tutmaq hökmü gəlməmişdən əvvəl Yəhudilər Aşura gününü, yəni Məhərrəmin 10-cu gününü oruc tuturdular. Müsəlmanlar, ərəblər də onlardan öyrəşmişdilər bu şeyi, belə tuturdular. Amma Ramazan ayı orucu gəlib vacib olandan sonra Aşura günü oruc tutmağı Peyğəmbər ləğv elədi. Dedi ki, Aşura günü oruç tutmayın. Və onun əvəzini biz Ramazan ayında, mübarək Ramazan ayında 30 gün
oruç tutacaq. Bu kimi şeylər eləyirdi. İndi bəziləri də gəlib nə edirdilər? Narahat olurdular ki, bizim indiyə qədər namazlarımız bəs necə oldu? Yaxşı, indi Kəbəyə tərəf qılırıqsa, indiyə qədər namazlarımızın görən necə oldu? Allah ayə nazil elədi. Biz elə şeylər var ki, bəlkə də Allah ayə nazil eləməməlidir. Misal üçün deyirəm, misal üçün deyirəm. Amma bunlar o qədər peyğəmbər deməklə kifayətlənməli idilər. Amma bunlar o qədər narahatdır ki, Allah deyir ki, ayə nazil edir də Bəqərə 143. Allah sizin imanınızı əvəzsiz buraxmaz. Yəni Beytülmüqəddəsə üst tutaraq qıldığınız namazları əvəzsiz buraxmaz. Allah insanlara qarşı əlbəttə mehribandır, mərhəmətlidir. Və qiblənin dəyişilməsi barəsində tarix deyir ki, peyğəmbər hətta namazın içində ikən vəhy nazil oldu. Zöhr namazını qılırdı, 2 rükətini qılmışdı. Ondan sonraki növbəti 2 rükəti namazın içində ikən peyğəmbərə Cəbrail əleyhissalam nazil oldu və peyğəmbərin üzünü Kəbəyə tərəf döndərdi və cəmaət də bunu gördülər. Bir namazın içində peyğəmbər 2 rükəti Beytülmüqəddəsə tərəf qıldığı halda o biri 2 rükəti peyğəmbər Kəbəyə tərəf döndü. Və buna da Zul Qibləteyn deyilir bu məscidə. Çünki 2 qibləli məscid. Bir dəfə cəmaət belə dururdu, sonra belə durur. Və bəzi tarix deyir ki, sizin kitabınızda da bunu yazır ki, hətta Cəbrail əleyhissalam özü peyğəmbərin namazda əlindən tutdu, döndərdi peyğəmbəri Kəbəyə tərəf. Görün nə qədər ciddi bir məsələ idi ki, hətta namazın içində belə bir məsələ baş verdi. Burada bir başlıq var, peyğəmbərdən elmi bir kəramət. Bunu mən burada oxumaq istəmirəm. Kimin həvəsi olsa evdə oxuyarsınız. Ki, orada qiblə əslində, yəni neçənci ilə qədər elə bilirdilər ki, peyğəmbərin qibləsi həmin döndüyü qiblədə səhvlik var, amma sonradan elmi texnika inkişaf eləyəndə görüblər ki, peyğəmbər çox dəqiq şəkildə Kəbəyə tərəf dönübdür. Yaxşı, bu bir yerə qədər bizim mövzumuz. İndi isə artıq keçid alıram mövzumuzun davamına. Hansı mövzumuzun davamı? Biz döyüşlərlə bağlı gəlirdik. Ümumiyyətlə peyğəmbər dedi ki, Mədinəyə köçəndən sonra artıq orada öz xilafətini sanki qurdu və xilafətini qurdu, yəni özünü xəlifə elan etdi mənasında demək istəmirəm. Yəni İslamın, müsəlmanların mərkəzi qərar verdi, məscid tikdirdi, artıq müəyyən addımlar atmağa başladı. Dedi ki, 3 dənə böyük hədəf var idi, onların ikisini düzəltdi. Qardaşlıq və Yahudilərlə bağlı müqavilələr. Ondan sonra 3-cü addım isə artıq Qureyşlə bağlı məsələlər idi ki, ən mühüm tayfa Qureyş idi. Həm də ki, Məkkədə idilər onlar. Kəbə çox mühüm yer idi. Ora fəth olunmalı idi. Və ondan sonra artıq bütün Ərəbistana İslam yayıla bilərdi. Ona görə də peyğəmbər bu işlərini davam elətdirir. Xüsusən gözü Qureyşdədir. Qureyş deyəndə yadımızda qalsın ki, Məkkədə olan qəbilələri nəzərdə tutur. Xüsusən Qureyş qəbiləsini də bunu nəzərdə tutur. Qureyş böyük bir qəbilədir, tayfadır. Onların qəbilələri var. Biri Bəni Haşimdir, bulardır. Hamısına ümumiyyətlə peyğəmbərin özü də Qureyşdir. Amma bu dəfə Qureyş deyəndə Məkkədə olan həmin o Əbu Süfyan gillər və sair bunların hamısı nəzərdə tutulur. Deməli, Bədir döyüşünün hazırlıqlarından danışacağım sizə. Nə baş verir? Deməli, əvvəllər də demişdik ki, Bədir döyüşü belə yaranmışdı ki, ümumiyyətlə Əbu Süfyan, ümumiyyətlə Məkkə cəmaatı, həmin o əyanlar, böyüklər ticarətlə o böyüklüklərini saxlayırdılar. Yəni, ticarətçi idilər. Xanım Xədicə barəsində biz keçmişdik və bunlar Şamdan və digər regionlardan ticarət əlaqələri qururdular və onların sayəsində güzaranlarını yaxşılaşdırırdılar və həm də elə bir elitanı təşkil eləyirdilər. Pullu idilər deyə, həm də və sair və ilə axır cəhətlərdən. Ona görə də bu karvan da Məkkədən çıxıb Şama gedəndə deməli Mədinə yaxınlığından keçirdi. O Mədinə yaxınlığındakı olan ən yaxın yerlərdən biri Bədir ərazisi idi.
Ora Bədir kəndi də deyirlər bəzən. Orada Bədir quyuları var idi. Niyə Bədirin yanından keçirdilər? Çünki mənzillər ki var, karvanın keçdiyi mənzillər ki var, onlar hesab kitab eləyirdilər ki, həmişə elə yerlərdən gedirdilər ki, istirahət üçün yaxşı olsun. İndinin özündə də belədir də. Məsələn, biz İraqda gedəndə elə yerlərdə maşın saxlayır ki, istirahət üçün və yaxud da elə yerlərdən keçir ki, orada adam bir namaz qılmaq üçün şəraiti olsun, yemək yemək üçün şəraiti olsun. O vaxtlarda orada Bədir quyuları var idi və karvan bir mənzilini də ora salırdı ki, orada quyularda heyvanlarını və özlərini su məsələsini həll eləsinlər. Bu dəfə Peyğəmbər sallallahu qərara gəlir ki, artıq Məkkəlilərə, yəni Qureyşə öz qüdrətini göstərməlidir. Bundan əvvəl də bir neçə dəfə yürüşlər olub bunlar, amma indi artıq onlara tamam özlərini göstərmək lazımdır. Peyğəmbər cəmaata dedi ki, möminlərə dedi ki, Qureyş karvanı gəlib keçib, indi qayıdır, Bədirin yanından keçəcək. Ona görə də ey müsəlmanlar, istəyirsinizsə onlara tərəf gedək, istəyirsinizsə yox. İstəyirəm ki, onlara tərəf gedək və bu karvanın qarşısını kəsək, bu karvanla döyüş olsun və oradan bütün nə olsa sizin qənimətinizdir. Burada bir dənə narahatçılıq yarana bilər ki, axı karvana tərəf getmək və belə bir işlər görmək, görəsən quldurluq demək deyil ki, soyğunçuluq demək deyil ki, İslam alimləri deyirlər ki, xeyr. Nəinki şiə, ümumiyyətlə müsəlmanlar, bütün İslam alimləri deyirlər ki, xeyr. Belə deyil, çünki bütün Məkkəlilər ki, oradan qaçdılar, həmin o mühacirlər. Bütün onların mal, mülklərini onlar müsadirə elədilər. Məkkəlilər müsadirə elədilər. Yəni, hər şeylərini qoyub çıxdılar da, evləri, hər şeyləri. Onların hamısını müsadirə elədilər. Ona görə də bu cəhətdən əvvələ haqları var ki, onların əvəzini alsınlar. İkinci məsələ də budur ki, həm də Peyğəmbər onlarla artıq özü belə bir döyüşə getmək istəyirdi ki, onları təslim eləsin. Onlar ya təslim olsunlar, onlar bu qüdrətin qarşısında baş əysinlər, təslim olsunlar, ya da ki, Peyğəmbər artıq onlarla döyüşəcəkdi. Ona görə də Peyğəmbər qüdrətini onlara göstərmək istəyirdi və maraqlı məsələlərdən də biri budur ki, çox güman ki, Peyğəmbər də belə eləyib. Çox maraqlı məsələlərdən də biri budur ki, onlar gələndə, indi burada detallı məsələlər var, onların çoxunu evdə oxuyarsınız, çox vaxtınızı alıb başınızı ağrıtmaq istəmirəm. Kimə maraqlı olsa təbii ki, oxuyur. Peyğəmbər kəşfiyyat sistemi ilə bildi məsələ nə yerdədir. Və Əbu Sufyan da bu dəfə xəbərdar oldu ki, Mədinədən 300-ə yaxın adam gəlib və yolda karvana hücum oluna bilər. Ona görə də karvanını o Bədirə çatmamışdan bir neçə mənzil əvvəl saxladı və iti gedən adamını göndərdi, o atı sürən iti gedən göndərdi Məkkəyə ki, oradan qoşun gəlsin. Oradan qoşun hazırlandı, orada Əbu Cəhil və hamısı, bir dənə Əbu Ləhəb gəlmədi. Bütün demək olur ki, 1000 nəfərə yaxın qoşun yığıldı və tezliklə gəldilər ki, həm cəmaatın malı var idi. Elə Əbu Sufyan da bu şeyi göndərmişdi, mesajı göndərmişdi ki, mallarınız təhlükədədir. Çünki 40 nəfər mühafizəçi var idi, qalan da ki, o işçilər idilər. Ona görə də Əbu Sufyan dedi ki, mallarınız gedəcək. Ona görə də gəlin məni qoruyun, yəni karvanın qeydinə qalın. 1000 nəfərə yaxın, 900 min arası adam gəldilər, hazırlaşdılar ki, gəlsinlər. Ancaq Əbu Sufyan bir hiylə işlətdi, gəldi bir yerdə dayandı, orada kəşf bir nəfərdən soruşdu, həmin o kəndin adamından soruşdu ki, bura kimsə gəlib, gedib, necədir vəziyyət? Dedi ki, 2 nəfər gəlmişdilər. 2 nəfər gəlmişdilər. Hardan idilər? Dedi ki, dəqiq bilmədi. Əbu Sufyan onların dəvəsinin nəcasətindən başa düşdü ki, onlar Mədinədən gələn adamdır. Çünki Mədinə xurmasının başa düşdü ki, Mədinə xurması yemiş dəvələrdir bunlar. Ona görə də bunu başa düşdü və istiqamətini elə yöndə dəyişdi ki, müsəlmanlar gözləyən istiqamət olmadı. Halbuki normalda oradan gəlib keçməli idi və 2 mənzili də dayanmadan, fasiləsiz şəkildə keçdi.
Onlar isə gəldilər Bədir quyularına. Məkkədən gələn müşriklərin qoşunu gəldilər, Bədirə çatırdılar. Bu dəfə Peyğəmbər, müsəlmanlar da onları Bədirin yaxınlığında gözləyirdilər. Bədirin təpələri var idi. O təpənin bir tərəfində müsəlmanlar idi, bir tərəfində də az qalmış onlara o təpələrə az qalmış bir yerdə onlar dayanmışdılar. Əbu Süfyan isə başqa bir yolla, fasiləsiz mənzillərdə saxlamadan başqa bir yolla karvanı problemdən qurtarır. Mən kitablardan oxumamışam. Belə bir fikrim var. Bilmirəm düzdür, səhvdir. Belə bir şey ağlıma gəlir. Mən deyirəm ki, Peyğəmbər bilərdi ki, o karvan oradan keçəcək. Bəlkə də o karvana hücum olunub qarət olmasın deyə, elə birbaşa bunlarla döyüşsün deyə belə elədi. Çünki həmin o karvan gedir Məkkəyə çatır. Döyüş sonradan baş verir. İndi deyəcəm döyüş necə baş verir. Mən nəsə belə hesab eləyirəm ki, belə oldu. Çünki Peyğəmbər özü də istəmirdi ki, amma cəmaata da istəyirdi onu desin ki, siz qənimət əldə eləyəcəksiniz. Çünki o qədər primitiv düşünən möminlər ki, imanlı idilər, amma düşüncələri biraz zəif idi. Çoxu həmin o qənimətə görə gəlirdilər. Yəni bu şeylərlə Peyğəmbər onları sanki biraz həvəsləndirirdi. Onlarda bir motivasiya yaradırdı. Hətta tarix yazır, sizin kitabınızda səhv etmirəmsə yazır ki, Peyğəmbərə xəbər çatdı ki, karvan artıq başqa bir yolla gedib, möminlərin bəziləri narahat oldular. Ki, yəni o qənimətlər əlimizdən getdi. Peyğəmbər dedi ki, narahat olmayın. Amma başqa bir qoşun gəlir. İndi o qoşun barəsində də danışım sizə. Onlar da gəldilər və Əbu Süfyanın adamı gəldi. Bu dəfə də yenə bunlara çatdı. Bədir yaxınlığında, Bədirin özündə hələ yox. Bədirə çatmamış, bir neçə mənzili qalmış. Orada çatdı. Xəbər dedi ki, Əbu Süfyan dedi ki, biz artıq başqa yolla karvanı sağ-salamat Məkkəyə çatdırdıq. Belə olanda onların bəziləri dedilər ki, gəlin biz qayıdaq. Artıq məqsədimiz nə idi? Məqsədimiz bu idi ki, karvan qarət olunmasın. İndi ki, karvan sağ-salamat gəlib, biz gəlin qayıdaq. Amma Əbu Cəhilgillər, xüsusən Əbu Cəhil razılıq vermirdi. Onlar paltarlarını, zirehlərini geyinir, döyüş paltarlarını, zirehlərini geyinməyə hazırlaşırdılar. Bu dəfə bəziləri gəldi Ütbənin yanına, dedi ki, biz istəyirik ki, döyüş olmasın, biz sağ-salamat çıxaq qayıdaq gedək, çünki hədəfimizə çatmamış. Ütbə də razılaşdı, gəldi, xütbə oxudu, çoxu ilə razılaşdı ki, baxın, ay qoşun, biz qayıdaq, lazımdır, Muhammədə baş qoşmayaq, onunla qoy başqaları uğraşsınlar, biz onlara baş qoşmayaq. Bu kimi şeylər dedi. Ordu da demək olar ki, elə Ütbənin dediyindən razılaşmışdı. Birdən bir nəfər bu sözü Əbu Cəhlə çatdırdı. Əbu Cəhl narahat oldu. Dedi ki, biz döyüşməliyik. Biz bura qədər gəlmişik. Onların cəzasını verməliyik və geri qayıtmaq olmaz. Hətta orada bir nəfərin ki, qardaşı şəhid olmuşdu. Getdi ona dedi ki, sən get ağla. Denəm, mənim qardaşım qanını biz almırıq. Nə üçün onun cəzasını vermirik? Bu şeylər dedilər, gəldilər, ağlaşdılar. Təzdən bir də qoşun fikri dəyişildi. Hətta Ütbənin özünün də fikri dəyişildi. Başladı döyüş paltarlarını geyməyə, zirehini geyməyə. Bax, burada belə bir vəziyyət yarandı. Halbuki qayıtmaq istəyirdilər. Çoxları da qayıtmaq əzmində idi. Bəziləri də qayıtdılar hətta. Amma bəziləri isə artıq döyüşə hazırlaşdılar. Bu tərəfdən isə Peyğəmbər tərəfindən olan hadisələri danışım sizə. Burada nə baş verdi? Peyğəmbər istəyirdi ki, döyüş olsun. Çünki Peyğəmbər özünü göstərməli idi. Bilirsiniz, deyə bilərsiniz ki, əvvəla hücum eləyən tərəf Peyğəmbərdir. İndi əlbəttə mənə elə gəlir ki, karvanı qaçırtdı Peyğəmbər ki, döyüş olsun. Niyə? Çünki Allahın da istəyi budur ki, müsəlmanlar özlərini göstərsin. Ümumiyyətlə, müsəlmanlarda bir döyüşmə ruhiyyəsi, haqqa qalib gəlmə, haqq gəldi, batil aradan getmə ruhiyyəsi yaranmalıdır. Haqq uğrunda döyüşə girmək lazımdır. Çünki İslam yayılmalıdır. Çünki Ərəbistandan bütpərəstlik aradan getməlidir. Ona görə də sanki bir bəhanələr gəzir Peyğəmbər ki, belə olmalıdır. Belə deyil ki, Peyğəmbər müdafiədə qalıb. Belə deyil, Peyğəmbər hücum tərəfdir.
hücum tərəfdir və əlində də haqlı cəhətləri var. Yaxşı, düzdür ki, cəmaatı həmin o karvanın adı ilə çıxardıb gətirib. Amma döyüş zaten karvanın üstündə baş verir. Müşriklər də oradan gəlirlərsə karvana görə gəlirlər. Həm də bilirsiniz, Peyğəmbər cəmiyyəti də tanıyır. Yəni sosioloqdur Peyğəmbər. Öz ətrafını da tanıyır. Yaxşı tanıyır kimdilər, hansı imanlar var, necədir vəziyyətləri. Görmürsünüz Kəbənin dəyişdirilməsinə, qiblənin dəyişdirilməsinə bəziləri belə narahatdırlar. Bilirsiniz, bir mənada da qınanmalı da deyil. Qəlbdə iman var, ağıl başqa cürədir, dünya görüşü başqa cürədir, maddi maraq başqa cürədir. Bəziləri kasıbdır, bəziləri bilirsiniz, bu kimi şeylərini Peyğəmbər onları idarə eləyir. Yaxşı, düzdür, çox manipulyasiya eləmir. Amma müəyyən yerə qədər də onların bilir axı ki, kimlikləri nədir. Onları nəzərə alır. Diqqət edin. Peyğəmbər çox müdrik insan idi, çox müdrik insan idi. Bütün ətrafını nəzərə alırdı. Kimlər var, çoxluq nəyə təşkil edir. İndi təsəvvür edin, Peyğəmbərin işinə baxın siz Allah. Peyğəmbərdir, rəhbərdir, nə desə o olmalıdır. Amma burada bir dənə şura qurur. Müzakirə. Görəcəksiniz, bütün döyüşlərin, bütün deməyə çox döyüşlərində Peyğəmbər məşvərət məclisi qurur. Təsəvvür edin, orada bir məşvərət məclisi qurur, deyir ki, karvan əlimizdən çıxdı. Amma indi Qureyş ordusu var. Biz onlarla döyüşə bilərik, ya da ki, çıxıb Mədiniyə gedə bilərik. Bir neçə nəfər, xüsusən Əbu Bəkir və Ömər ilk olaraq durdular ayağa, dedilər ki, ya Rəsulullah, ehtiyac yoxdur. Bizim məqsədimiz bu idi və bu da alınmadı, biz çıxaq gedək. Peyğəmbər dedi ki, başqa kim söz demək istəyir? Bu vaxtı Miqdad durdu ayağa, dedi ki, ya Rəsulullah, görürük ki, narahatsan, amma sən bizə fikir vermə, biz sən nə desən etməyə hazırıq, sən nə desən etməyə hazırıq. Əgər sənin məsləhət bildiyin budursa ki, döyüşə, biz döyüşəcəyik. Narahat olma, baxmayaraq ki, azıq filan. Bundan sonra bunlar üçü də Qureyşlər idi. Əbu Bəkir də, Ömər də, Miqdad da. Bunlar mühacirdirlər. Məkkədən gələndilər. Amma bir şey də yadınızda saxlayın. Amma Peyğəmbər nəyə narahatdır? Mədinə cəmaatı Əqəbədə sülh bağlayanda deyib ki, onlar sülhü belə bağlayıblar ki, biz səni Mədinədə qoruyacaq. Amma indi Mədinə deyil, Mədinədən çıxıblar kənara. Ona görə Mədinədən kənarda onlar döyüşməyə söz verməyiblər. Düz deyil, imanları olsa belə deməlidirlər. Amma rəsmi müqavilələrində belə deyil. Ona görə də Peyğəmbər gözləyirdi ki, Mədinə cəmaatından, yəni Ənsardan kimlərsə söz deməlidir. Bu vaxtı Məaz ibn Cəbəl durdu ayağa, dedi ki, ya Rasulallah, elə bil biz tərəfdən bir söz gözləyirsən sən, biz tərəfdən xəbərin olsun. Mənim cəmaatım elə bir cəmaatdır ki, sən nə desən onu eləyəcək. Qırmızı dəniz yaxınlıqlarındaydı, göstərir ki, əgər desən bu dənizə gir, biz girəcəyik ora və hamımız sənə xatır batacaq. Biz Musa Peyğəmbərin dönəmindəki yahudilər kimi deyilik ki, o deyirdi ki, gedin özünüz döyüşün, gəlin. Allahla özün get döyüşə. Biz belə deyilik ki, sən nə desən, biz bunu eləyəcəyik. Heç bir problem yoxdur, biz sənin ətrafında. Bunu deyəndə Peyğəmbərin artıq bütün nigarançılar aradan getdi. Yəni, Peyğəmbər istəyirdi ki, döyüş olsun. Və bu qələbə, Allah da deyib qələbə qazanacaqsınız. Allah da deyib qələbə qazanacaqsınız. Peyğəmbər də istəyir döyüş olsun, amma məcbur etmək istəmir. İstəyir ki, özləri istəsinlər. İstəyir ki, eşqlə olsun. Və xüsusən də Mədinə cəmaatını döyüşə aparmaq istəmir. Mədinə cəmaatını döyüşə aparmaq istəmir. Niyə? Çünki müqavilələri başqadır. O vaxta qədər ki, artıq Mədinə cəmaatı durdular, özləri etiraf elədilər ki, biz sənin ətrafındayıq və sən nə desən o olacaq. Maraqlı hadisələrdən biri budur ki, bir də bu tarixi deyim ki, çox maraqlıdır ki, əhl-i sünnət tarixçiləri deməli Səd ibn Məazın sözünü gətiriblər və Əbu Bəkirlə Ömərin isə sözünü deyəndə deyiblər ki, o iki nəfər də çıxış elədilər, amma yaxşı çıxış elədilər. Nə dediklərini gətirmirlər. Çünki dediklərində məqsəd geriyə çəkilmək idi. Yəni, bu qədər sadə bir məsələni də öz təəssübkeşliklərindən dolayı qeyd eləmirlər. İbn Hişam da, Muqrizi də, Təbəri də və bunlar əhl-i sünnət tarixçiləridirlər. Qeyd eləmirlər ki, orada nə dedi. Amma başqa tarixçinin hamısı Əbu Bəkir və Ömərin
təkliflərini tam şəkildə qeyd ediblər. Nə problem var ki, denən ki, onlar belə deyirdilər. Nə olacaq ki? Təbii ki, təəssübkeşliklər. Mühüm məsələ deyil. Mühüm məsələ deyil, yəni o qədər də. Məsələlərin yanında bu çox mühüm məsələ deyil. Amma hər halda denən ki, belədir. Hər halda. Sonra Təbəri deyir ki, Abdullah ibn Məsud həmişə deyirdi ki, Miqdad ki durdu fikir bildirdi ya, o Peyğəmbərin üzündən elə narahatçılıqları aradan götürdü. Peyğəmbərin ürəyinə elə bir rahatlıq bəxş elədi ki, elə istəyərdim ki, onun savabına çatım. Çünki o durdu döyüşmək üçün Peyğəmbəri çox aram elədi. Bax, bu da bir məsələ. Mən Məaz ibn Cəbəl deyirdim, amma Səd ibn Məazdır. Üzr istəyirəm, adları biraz qarışdırdım. Səd ibn Məaz. Deyəsəz Məaz ibn Cəbəl demişəm. Ola da belə elə Səd ibn Məaz demişəm. Hər halda. Səd ibn Məaz durdu, belə dedi. Ondan sonra Peyğəmbər dedi ki, onda hərəkət edin, gözünüz aydın olsun. Ya karvanla qarşılaşıb mallarını ələ keçirəcəksiniz, ya da karvanın köməyinə gələn qoşunla döyüşəcəksiniz. Sanki indi Qureyşin necə məğlubiyyətə uğrayıb böyük itki verdiyini gözlərimlə görürəm. Deməli, bəzi tarixçilər qeyd edirlər ki, Səd ibn Məaz Peyğəmbərə dedi ki, yaxşı olar ki, siz döyüş meydanına getməyin. Elə kənardan biz sənin üçün bir yer düzəldək, hündür bir yer düzəldək. Sən kənardan döyüşü izlə. Əgər biz udussaq, onda sən tez dəvələrə, iti gedən dəvələrə min və tezliklə Mədiniyə tərəf getginən. Ki, onlar səni tuta bilməsinlər və sən burada olmayasan. Bunu bu müəllif deyir ki, bu fikri gətirən tarixçilər heç də düz demirlər. Təbəridir, İbn İshaqa istinadən deyir, nəql edib bu məsələni. Amma deyir, bu məsələ heç ağlabatan məsələ deyil. Deyir, əvvəla Peyğəmbərin ruhiyyəsi belə deyil idi ki, kənardan izləsin və nəsə bir şey olan kimi tez qaçsın, getsin. Peyğəmbər belə deyil idi. Peyğəmbər döyüşçü ruhiyyəsində idi və Bədir məsələsi çox həlledici bir məsələ idi. İkinci məsələ deyir budur ki, Allah özü, yuxarıda çox oxuduğum ayələrdə də Allah özü belə deyək, söz verib ki, Peyğəmbər də hətta xəbərdar eləyib ki, siz, bayaq oxuduğumda Peyğəmbər buyurdu ki, sizi müjdəliyirəm xeyir xəbərlə. Allah özü deyib, Peyğəmbər deyib və Peyğəmbər bilir ki, burada qələbə var. Ona görə belə bir ona yaraşmayan işi görməz ki, getsin ora, oradan da tez çıxsın, getsin. İkinci məsələ budur ki, bu işin özündə də bir mənada, yəni Əleyhisselam buyururdu ki, biz döyüşün ən çətin vaxtlarında Peyğəmbərə sığınırdıq. Həm də Peyğəmbər qüdrətsiz adam da deyil. Deməli, birinci punktda bunu deyirəm ki, Peyğəmbərin ruhiyyəsində belə deyil ki, başqaları orada döyüşsün, bu da kənardan baxsın. Belə şey Peyğəmbərin ruhiyyəsini xoş deyil. İstəyir ki, döyüşçülərin yanında olsun. Bəzən özü də döyüşürdü, amma ən azı döyüşçülərin yanında olmalı. Kənardan onu müşahidə eləyənməli. İkinci məsələ budur ki, Peyğəmbər bilirdi ki, zaten burada qələbə var. Ona görə də gedib özünə yaraşmayan işi görməli. Üçüncü məsələ budur ki, Peyğəmbər deyir, qorxaqlıq yoxdur. Peyğəmbər niyə qaçsın ki? Yəni şəhid olar, qaçmaz. Ona görə də bu məsələni bu alim də deyir ki, belə şey düzgün deyil, bu düzgün nəticə deyil. Bir də bayaqki dediyim məsələyə bir şey də əlavə eləyim ki, deməli, müşriklərdə ikitirəliyin yaranmasına səbəb olan amillərdən də biri bu idi ki, Ümeyr ibn Vəhəb adında bir nəfər var idi. Onu göndərdilər ki, gəlib müsəlmanların qoşunlarını görsün. O gəldi kənardan müsəlmanların qoşununu gördü və gəldi xəbəri çatdırdı. Soruşdular ki, nə xəbər? Dedi ki, onların qoşununu gördüm. Təqribən 300 nəfərdilər, artıq deyirlər. Peyğəmbərin qoşunu 313 nəfər idi. 300 nəfərə yaxındırlar. Artıq deyirlər, amma doğrudan onlar qəribə bir halları var əllərində. Onlar bizlərdən adamlar öldürməyincə dayanmazlar. Heç danışmırlar, sakit dayanıblar, əfi ilan kimidirlər, dillərini ağızlarında çeynəyirlər. Qəribə bir hallar var. Bunu deyəndə bəzilərinin canına qorxu düşdü. Həm də ki, bilirdilər ki, yəni orasını da bilirdilər Məkkə müşrikləri ki, onları oradan qovublar axı. Qovublar deyəndə yəni elə bir vəziyyətə salıblar ki, onlar qaçıb orada. Ona görə bilirdilər ki, nəsə bir hiddətlidirlər onlara qarşı. Bunları da bilirdilər. Ona görə orduda bir dəfə də bu cəhətdən bir ikitirəlik yarandı. Amma axırda həmin o
Əbu Cəhlin sayəsində Əbu Cəhl imkan vermədi. Sonra deyəcək ki, Əbu Cəhlin özü də o döyüşdə ölür. Əbu Cəhl imkan vermədi və deməli o qardaşı ölmüş kəsi göndərdi ki, Ütbənin yanına gedib ağlasın, ümumiyyətlə cəmaət üçün desin ki, mənim qardaşımın o qardaşının adı Əmir Həzrəmi, ölənin adı Əmir Həzrəmi idi ki, qardaşı da Amir Həzrəmi idi. Bax bu kimi şeylər səbəb oldu ki, artıq 2 dənə döyüş qoşunun arasında döyüş olsun. Döyüşün başlanması bir azını da keçid eləyirəm, elə bununla da mövzumuzu dayandırıram, çünki hardasa bir 20 səhifəyə yaxın sizə danışmışam. Nə baş verdi? Deməli, ilk olaraq inadkar bir döyüşçü var idi Qureyşdən, Əsvəd Məxzumi adında. O elə ki gözü müsəlmanlara sataşdı, müsəlmanların düzəltdiyi hovuza gözü düşdü. Qəribə idi. Döyüş taktikalarına falan fikir vermədən, çünki orada əvvəl təkbətək döyüş olur, sonra özündən dedi ki, o qədər hiccəli idi, o qədər inadkar idi, o qədər əsəbi idi onların əlindən. Dedi ki, gedirəm o quyuya, ya mən o hovuzun suyundan içəcəm, ya o hovuzu sökəcəm, ya da elə bu yolda öldürüləcəm. Geri yol yoxdur. Heç nədən durdu, getdi. Elə hovuza çata-çatda Həmzə, Peyğəmbər Həmzə ilə qarşılaşdı. Həmzə ona bir zərbə vurdu və onun ayağını kəsdi. Ayağı kəsildi. İndi bu dəfə ayağı kəsilib, indi ölüm ayağındadır da, ayağı kəsilibsə deməli öləcək də bu. Amma yenə də o verdiyi sözə əməl eləməyə çalışır. Sürünür ki, getsin, o hovuzu ya dağıtsın, ya hovuzdan su içsin. Bu dəfə də Həmzə onu götürdü, ikinci zərbəni vurdu, onu möhkəm yaraladı və elə götürdü, atdı hovuzun içinə, o da hovuzda cəhənnəmə vasil oldu. Yəni, görün insanların həmin o ruhiyyələri necədir ki, əvvəla döyüşdür. Bir gözlə, gör nə olur. Döyüşdə vəzifən nədirsə onu riayət elə. Belə o inadkarlığından, o nə bilim, hirsindən, əsəbindən belə atılan addım nə deməkdir ki? Və sənin ayağın kəsilib, yenə də öz o fikrinə uyğun gedir. Bax, bütün tarix doğrudan da bizə göstərir ki, insanlıq necədir? Hansı formaya düşə bilər insanlar? İnsanlıq hansı formaya düşə bilər və nə edə bilər? Bundan artıq vaxtınızı almaq istəmirəm, əziz tələbələr. Bundan o tərəfə danışsam artıq çox olacaq. Gələn dəfə təkbətək döyüş və Bədir döyüşünün nəticələrindən, həm gedişatından, həm nəticələrindən İnşallah danışacaq. Bugünlük dərsimiz bu qədər. İnşallah gələn dərsimizdə görüşənə qədər. Sağ olun.